Salam dostlar, kanalıma hoş geldiniz. Yeni bir mukbang videomla karşınızdayım. Bugün en sevdiğim seher yemeklerinden hazırladım. Çok yüngül bir yemek hazırladım. Meyve ve salatlardan ibaret. Burada 2 tane yumurtadır, biraz acı biber, xiyar, pendir, pomidor, zeytun, incir ve üzüm ve çay. Düzdür, çay içmişəm, belə deyim, videoya başlayana qədər içmişəm. Çünki hava istidir, həm də ürəyim çay istəyir. Başlayaq, bismillah. Necəsiniz, necə gedir həyatınız? Biraz rəylərdə söhbətləşək. Vloglarımı düzdür izləyirsiniz, amma heç rəy, şərh yazmırsınız. Çox xahiş edirəm, rəylərdə də aktiv olun. Suallar yazmaq istəsəz, buyurun, çəkinmədən hər hansı bir sual yaza bilərsiniz. Artıq meyvələrin mövsümü deməli başlayıb. Başlayıb deyəndə bəzi meyvələr var, bitib, bəziləri var, yenidən başlayıb. Mən ümumiyyətlə meyvəçil biriyəm. Şirniyyatı da çox sevirəm, düzdür. Meyvəni də. İncir, üzüm mənim ən sevdiyim meyvələrdən biridir. Zeytun inanırsınız, ancaq mən videodan videoya zeytun yeyirəm. Zeytun sevirəm, düzdür, amma ki, nə bilim, çox ağlıma gəlmir ki, zeytun gətirim, çıxardım, yeyim. Elə alırıq, qalır soyuducuda. Çox dadlıdır bu da. Tumlu zeytundur. Daha çox tumsuz zeytun sevirəm mən. Azərbaycanda olanda daha çox tumsuz zeytun alırdım. Burada tumsuz zeytun çox görə bilmədim, tumlu aldım. Ümumiyyətlə səhər yeməklərini sevirsinizmi? El adam var, işləyir və yaxud işləməsə belə səhər yeməyini yeməyə həvəsi olmur. İştahı olmur, daha çox günorta axşam yeyir. Mən səhər yeməyini çox sevirəm. Amma ki, yoldaşım yeməyəndə mən də həvəsim olmur. Həvəssiz oluram. İncirə baxın, qızlar. Çox dadlıdır. Göz haqqınızı halal eləyin. Çox böyük incirdir bu. Bunu almamışıq. Özümüz dərmişik. Ağacı var burada, bizim evin yaxınlığında. Və burada məsələn qonşular və ya tanımadığın insanlar meyvəsini istədiyin qədər götürə bilərsən, heç bir şey demirlər. Çox dadlıdır. Quru inciri çox sevmirəm, nə yalan deyim, amma təzə incir üçün ürəyimi gedir. Bir də Azərbaycanlıların xüsusi olaraq incir mürəbbəsi sevgisi var. Çox dadlıdır. Burada biraz marketlərdən danışmaq istəyirəm. Burada marketlərin mənfi tərəfi nədir? Məsələn, marketdə ürəyiniz istədiyiniz qədər kalbasa çeşitləri olmur, sosis çeşitləri olmur. Sadəcə bastırma çeşitləri var, sucuklar var. Belə.
Onları da ancaq səhər yeməyində doğrayıb yumurta ilə qızartmaq üçündür. Və marketdə qəti şəkildə ət reyonu yoxdur. Ət ayrıca bir kasabda satılır, yəni qəssabda. Məsələn, Azərbaycanda necədir? Marketə girirsənsə, bütün aylıq bazarlığı var, hər şeydən, ətdən tutmuş toyuğa qədər alıb çıxırsan. Amma burada düzdür, qeyri ərzaq reyonu var, əşyalar var falan. Amma ətdir, kalbasa çeşidlərdir, toyuq çeşidlərdir, çox yoxdur. Ət ümumiyyətlə yoxdur, toyuq da ancaq donmuş toyuqlardır. Bizdə marketlərdəki gastronom reyonu var. Burada o reyon ümumiyyətlə yoxdur. Açıq pendirlər, şor, qaymaq. Gastronom reyonu mənim marketdə ən sevdiyim reyondur. Burada ama yoxdur gastronom. Sadəcə donmuş halda satılan ərzaqlarda. Hal-hazırda yayda Azərbaycanda banka bağlamaq, mürəbbə pişirmək sezonudur. Bu biraz çətindir. Çünki bu sezonda hamı istirahətdə olarkən biz bu işlərlə məşğul oluruq. Gəzməyə, istirahətə vaxt qalmır. Hələ ən çox mamalar, atalar bu işlərlə məşğul olur. Gəzə bilsək özümüz gəzirik. Olmasa da ki, ancaq bitdi də. Yəni burada gəzmisənmi desəz əgər, burada hər gün gəzməkdir. Əvvəlki videolarımda demişdim, mən Çanakkale'də yaşayıram. Hər gün gəzməkdir. Çünki dəniz kənarı bölgəsində yaşayırıq. Dənizə sıfırdır. Eyni zamanda dağlar, meşələr, burayla da bol olan bir yerdir. Burada elə yerdir ki, tətil yeridir. Hal-hazırda onu deyim ki, dostlar, o qədər insan gəlir ki, Çanakkale'yə, dəhşət. Biz apreldə köçmüşdük bura, aprelin 24'ü. Heç kim yox idi. Təsəvvür edin, şəhər mərkəzinə, qəsəbəyə çıxırdın. Heç kim yox, səssiz, sakitçilik, hava da soyuq idi o dönəm. Amma indi tərpənmək olmur. Bütün sahillər doludur, pulsuzdur plajlar, plaj yoxdur deyim ki. Yəni ödənişli plajlar deyil. Yol boyu dənizdir və istənilən adam orada istədiyi yerdə çadırını qurub, şezlongunu qurub otura bilir. Meşəli yerlər var, çox gözəl yerlər var. Dünən çıxmışdıq gəzməyə. İnansız, buradan şəhərə biz Çanakkale'nin qəsəbəsində yaşayırıq, Ecevbatda. Buradan Çanakkale'nin özünə getmək üçün ya gəmi ilə, feribotla keçməlisən o tərəfə, yarım saatda. Ya da ki, körpü ilə. Təsəvvür edin ki, gəldi
tam belə şeye denk gəldik. Gəminin gəlib dayanma saatına denk gəldik və heç vaxt elə olmurdu. Maşınlar bəlkə neçə metr dayanmışdı. Yarım saat gözləmişik ki, gəmiyə yerləşsin bu maşınlar. Yük gəmilərinə. Həm insan istifadə edir o gəmidən. Üst qatı insanlar üçündür, piyadalar. Alt qatı maşınların park yeridir. Qiymətlər də münasibdir. Tək piyada keçirsəm 40 TL. 40 TL hardasa 2 manata yaxın bir şeydir. Bir gediş üçün. Amma maşınla keçirsənsə, gedib qayıtmaq 50 manat. Gedəndə 690 TL ödəyirsən, qayıdanda 300 TL. Amma eyni gün içində qayıdırsansa. Bu ilin ilk üzümünü yiyirəm, o qədər dadlıdır. Bizim qonşumuz da Adanadan gəlib bura köçüb. Yoldaşım mənim yoldaşımla 9 ildir ki, eyni yerdə işləyir. Və yaxın dostular. O da hər dəfə deyirmiş ki, gəl bəs burada ev tutun, kirayə tutun. Yay vaxtları qalaq burada. Gəlmirmiş, heç kim yox imiş deyə. Artıq biz evlənib köçəndən sonra bura, o da gəldi. Demək olar elə onlarla hər axşam çıxırıq, ya onların maşını ilə, ya bizim maşınla. Xüsusən bir restorana getməyə də ehtiyac yoxdur. Təsəvvür edin, siz bizi görsəz, 2 dənə maşının arxasına 2 dənə sandalye atmışıq, stol. Açılıb yığılan. Süfrəmiz var, termosumuz var. Sırf piknik kimi də, yəni piknik tərzində. Şirniyyat falan. Belə atışdırmalık şeyler alırıq. Oturup saatlerle söhbət edirik, yeyib içirik. Və yaxud heç nə götürməsək belə gəzirik, dolaşırıq, gəlirik. İnansız insana moralinə o qədər yaxşı təsir edir ki, sevdiğin insanlarla vaxt keçirəsən, söhbətləşəsən. Bir de burada şehitliklər çoxdur. Şehitliklər nə deməkdir? Yəni burada ümumiyyətlə çox savaş olub Çanakkale'də və inansız bəlkə nə bilim saysız hesabsız şehitliklər var, yəni şəhid məzarlıqları. Dağüstü park kimi yerlər, yəni. Oraları gəzirik. Maraqlı olur. Azərbaycandan köçəndə mən heç cür alışa bilmirdim bura.
Artıq 4-cü aydır ki köçmüşük bura. Təsəvvür edin, mən sudan çıxmış balığa döndüm. Əməlli başda. Biz Azərbaycanda olanda Türkiyəni ancaq filmlərdən tanıyırıq, dizilərdən tanıyırıq. Və elə bilirik ki, həqiqətən hər şey o dizilərdəki kimidir. Hər şey tamamen fərqlidir dostlar. Xarakterləri olsun, yeməkləri olsun, adət-ənənələri olsun, qadın-kişi fərqləri olsun. Məsələn, Türkiyədə ən alışa bilmədiyim bir şey nə idi mənim? Qadınlar eynən kişilər kimi rahat hər yerdə sərbəst şəkildə siqaret çəkə bilir və çəkir. Yəni bizdə küçədə falan siqaret çəkmək çox yoxdur. Bilmirəm, qadağandır, belədir, ya nədirsə. Çox görmürsən. Amma burada mərkəzə ki çıxırsan, sırasıyla dükanlardır və qadınlar rahat bir şəkildə dükanların önündə dayanıb siqaret çəkir. Hər yer duman falan belə olur yəni. Və mən düşünürəm ki, bu qadınlarda dişil enerjində çox azaldan bir şeydir. Təbii ki, bu hər kəsin şəxsi fikridir. Heç kim buna qarışa bilməz. Amma ən böyük alışa bilmədiyim tərəflərindən biri bu idi. Biri də ki, yeməkləri. Hər şey ümumiyyətlə, yeməkləri, davranışlar mənə çox fərqli gəlirdi. Amma şükürlər olsun ki, artıq öz necə deyim, aurama uyğun, öz xasiyyətimə uyğun insanlarla rastlaşıram artıq. Və bir müddət stres yaşayırdım. Elə bilirdim ki, hər şeydə belə olacaq. Sonra gördüm ki, yox, o cür də var. Daha fərqli cür də var. Daha uysal, daha yaxşı xarakterdə olan insanlar da var. Desəz ki, bəs Türk oğlanla evlənmirsən, necə alışa bilmirsən? İnanın ki, dostlar, mənim yoldaşım görsəz, yəni elə bilərsiniz ki, Azərbaycanlıdır. Həm xarakter olaraq, həm görünüş olaraq. Mənim podruqalarım deyirdi ki, bəs bu oğlan Azərbaycanlıdır, sən yalan deyirsən. Heç türklərə oxşamır. Çünki bizim fikrimizdə türk oğlanları həmişə necə görmüşük, Bakıda filan saqqal, belə qəribə saqqal, incə bığ, o tip görmüşük. Amma yoldaşım daha qarabənizli, daha belə sıfır tıraş edən biridir. Eyni bizimkilər kimi. Ona görə də onunla anlaşmamızda heç bir problem yoxdur, şükürlər olsun. Yəni, o mənə fərqli gəlmir. Elə bilirəm ki, elə özümüzünkilərdəndir. Məncə bu şeyləri, bu keçid dövrünü bütün xaricə köçən insanlar yaşayıb bunları. Elə düşünürəm ki, tək deyiləm. Çünki Instagramda bir neçə insan videosu qarşıma çıxmışdı. Məsələn, Amerikaya köçən insanlar, fərqli yerlərə köçən insanlar. Baxırdım ki, onlarda da eyni şeylər yaşanıb. İncinin içinə baxın, necə gözəldir.
Çox dadlıdır. Bu arada inciri səhər yeməyində yeməyi burada öyrənmişəm. Çox faydalıymış. Azərbaycanda amma daha yetişməyib incir, fındıq, bu şeylər. Burada meyvələr daha tez yetişir. Yəni daha çox isti olduğuna görə bura Azərbaycana nisbətdə daha tez yetişir. Burada düzdür, fındıq yoxdur. Yəni Adanada da yetişmir fındıq. Orada daha çox portağal, limon, bu şeylər daha çoxdur. Fındıq olmur. Bilmirəm, hava istidir, torpaq nədirsə elə bir şeydir. Amma Çanakkale'də qoz ağacları çoxdur. Qoz ağacları, badam ağacları. Çox dadlıdır. Bu qədər dostlar, videomu izlədiyiniz üçün sizə sonsuz təşəkkür edirəm. Abunə olmağı, like eləməyi və rəy yazmağı unutmayın. Maraqlı olan mövzular varsa şərhlərdə yazın, rəylərdə yazın. Hələlik görüşərik.